Həmçinin Saməd olan Rəbbimiz səbəblərə də möhtac deyil. İnsanlar nəticə üçün səbəblər tuturlar. Nəticələri səbəblərə bağlayırlar. Səbəbsiz insanlar nəticə əldə edə bilmirlər. Çünki insanlar səbəblərə möhtacdırlar. Allah isə səbəblərə möhtac deyil. O bir işin olmasını istədikdə ona yalnız ol deyər, iradə edər və o da olar. İzə aradə şeyən ən yəqulə ləhu kun fəyəkun. O bir şeyin olmağını istədikdə ona ol deyər, o da dərhal olar. Samədin səbəblərə ehtiyacı yoxdur. Biz məxluqların, biz kasıbların, biz ehtiyaclıların səbəblərə möhtacı vardır. Allah Saməddir. Heç nəyə möhtac deyildir. Həmçinin Saməd olan Allah heç bir şeylə təsdiq olunmağa ehtiyac duymur. Yəni Allah Azza və Cəllənin qanunları başqaları tərəfindən təsdiq olunmasına Allahın ehtiyacı yoxdur. Yalnız və yalnız hökm ona məxsusdur. Hökmü o verir. O istədiyi hökmü verir. Digərləri tərəfindən onun hökmünün təsdiq olunmasına Allahın ehtiyacı yoxdur. Ona görə əziz müsəlmanlar, Saməd olan Rəbbimizi uca tutmalıyıq. Allahın isimlərini öyrənməliyik. Hətta ona gözəl ibadət edək, onu sevək və onunla qovuşmağa salih əməllər hazırlayaq. Bizim Rəbbimiz nə gözəl Rəbb.